Pul qapıları bu bürclər üçün açıldı. Bu bürclər gəlirlərini artırmaq, yeni mənfəyi tapmaq və çoxdankı arzularını gerçəkləşdirmək şansına malik ola bilərlər. Bəzən elə gəlir ki, şans sizdən yayınır və bütün maliyyə qələbələri başqasına keçir. İyun ayının sonunda kainatın enerjisi o qədər kəskin şəkildə dəyişir, müəyyən bürclər üçün əsl rifah dövrü başlayır. Yupiterin böyük xoşbəxtlik gəlir və fürsət planetinin xərçək bürcündəki son həftələri həyatı dəyişdirən maliyyə hadisələri gətirə bilər. Bu, təsadüfi bir söhbətin gəlirli bir müqaviləyə çevrildiyi, tək bir təklifin yeni gəlir mənbələri açdığı və aylarla davam edən səylərin nəhayət hiss olunacaq nəticələr verməyə başladığı bir dövrdür. Üç bürc üçün bu dövr dönüş nöqtəsi ola bilər. Şübhə və qeyri-müəyyənliyin hökm sürdüyü yerdə pul, karyera yüksəlişi, yeni imkanlar və xoş sürprizlər görünməyə başlayacaq. Əqrəblər üçün maliyyə stresinin tədricən keçmişdə qaldığı bir dövr başlayır. Uzun müddətdir durğun olan şeylər birdən-birə formalaşmağa başlayacaq. Önümüzdəki həftələrdə gəlirinizə əhəmiyyətli dərəcədə təsir edəcək təkliflər yarana bilər. Bu, yeni bir vəzifə, gəlirli bir layihə, bonus və ya xoş bir sürpriz olacaq əlavə gəlir ola bilər. Xüsusilə maraqlı olan odur ki, pul uzun müddətdir tanıdığınız insanlar vasitəsilə gələ bilər. Köhnə əlaqələr, təsadüfi görüşlər və ya hətta əvvəlcə əhəmiyyətsiz görünən söhbətlər böyük imkanlara qapı aça bilər. İyun ayının sonuna qədər əqrəblərin kainatın nəhayət ki, səbirləri, əzmləri və zəhmətləri üçün onları mükafatlandırmağa başladığını hiss edəcəklər. Əsas odur ki, öz dəyərinizə əmin olun və yeni çətinlikləri cəsarətlə qəbul edin. Tərəzilər üçün iyun ayının ikinci yarısı onların istedadlarının və peşəkar keyfiyyətlərinin əvvəlkindən daha çox fayda gətirməyə başlayacağı bir dövr olacaq. Əgər son zamanlar səylərinizin nəzərə alınmadığını hiss etmişsinizsə, bu kəskin şəkildə dəyişəcək. Rəhbərlik, tərəfdaşlar və müştərilər nəhayət etdiyiniz işin əsl dəyərini görəcəklər. Maliyyə imkanları sözün əsl mənasında bir-birinin ardınca ortaya çıxa bilər. Bəziləri üçün bu maaş artımı, digərləri üçünsə yeni gəlirli bir iş sahəsi, digərləri isə gözlənilmədən bacarıqlarından pul qazanmağın bir yolunu tapacaqlar. Bu, həmçinin istənilən danışıqlar, müşahidələr və yeni layihələrə başlamaq üçün əlverişli dövrdür. Pul tərəzilərin öz qabiliyyətlərinə əmin olduqları yerə axacaq. Buğa bürcü bu yay ümidverici maliyyə dövrlərindən birinə qədəm qoyur. Əvvəllər böyük səy tələb edən işlər indi daha tez nəticə verməyə başlayacaq. İyun ayının son həftələri maliyyə vəziyyətimizə müsbət təsir edəcək yeni gəlir mənbələri, gəlirli əlaqələr və imkanlar gətirə bilər. Ətrafınızdakı insanlar peşəkarlığınızı görməyə başlayacaq və bu yeni perspektivlərə qapı açacaq. Bu yaxınlarda öz inkişafı üzərindən işləyən, təhsil alan və ya uzun müddətli layihələrə investisiya qoyan buğa bürcü xüsusilə şanslı olacaq. İndi bütün bu səylərin öz bəhrəsini verməyə başlayacağı an ola bilər. Lakin yay yalnız maliyyə və imkanları və karyera nailiyyətləri ilə bağlı deyil. Bu, həm də özünüzü yeniləmək, ilham axtarmaq və xüsusi tarixə malik şeyləri kəşf etmək üçün əla zamandır. Buna görə də getdikcə daha çox insan əsl xəzinələri tapa biləcəkləri vintaj mağazalarına və ikinci əl əşyalar mağazalarına üz tutur.